Ay xanım, bir dəqiqə dayan görüm. Bu nə bu ferdə? Ölüxanada işləyirsən sən? Ay qaqaş, nə sən soruş, nə mən deyim. Maşını aşırtdım, cırıq-cırıq elədim. Dedim, ay ilk maşındır da, xatirə qalsın bu feri. Otur gedək Ruslanın yanına, oradan da obyektə. Salam aleyküm qaqaş. Aleykümsalam. Bilmirsən, Ruslan evdədir. Xəbəriniz yoxdur Ruslanla? Nə olub ki? Motosiklet burada durur, rəhmətə getdi. Amma əzələnmə, bizim Ruslanı. Video adı yoxdur bu haqda. Video zadı nədir xanım? Məsələn, sən deyirəm rəhmətə getdi. Ay, bizim Ruslanı motosiklet vurub. Xanım, səndə bu narahatçılıqdır. Deyir rəhmətə gedib gülürsən. Gedib də, başqa yerə getməyib ki, rəhmətə gedib. Sür gedək obyektə, hava qaraldı, sür. Ay Ruslan, ay Ruslan. Ay xanım, sən Allah nəyə gülürsən? Hanı obyekt? Mən də ona gülürəm də, hanı obyekt? Qaz atıb qoyub getmişəm 100%. Partlayıb dağılıb, işçilər anıyıb burası görəsən. Məni qınama elə bilsən, bir balaca normalsan. Mənə bax, sən taksisən, taksiliyi elə, giyri suallar vermə mənə. Bu qədər problem mənim üçün çoxdur. Apar mənə evə, kəlləni atım, yatım mən. Nə danışır qardaş, nə ev? Borcum nə qədərdir mənim qaqaş? Borcun başın bıraq, evanı park deyə bura. Sən nə maraqlıdır, deyirəm nə qədərdir borcum. Hədə heç nə alım səndən, başına bu qədər iş gəlib. Düş get mənlik. Allah köməyin olsun.